Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs cümə gecəsində ilahi təslimiyyətimlə, qəlbimdən süzülüb gələn ən səmimi dualarımla Allahın adı ilə hər birinizi salamlayıram. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Bəli, bizlər yenə də yenilməz inam komandası olaraq Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə sizlərə xidmətə gəldik. Sizlərə xidmətə gəldik İslamın doğrularını, dinimizin gətirdiyi qaydaları, mənəvi dəyərlərimizi olduğu kimi çatdıra bilək. Bu da ilahidən ən böyük bir nemətdir. Dünyəvi ölkə olan canımız can Azərbaycanda Allahın izni, dövlətin himayə və yardımı ilə bu dəyərləri sizlərə aşılaya bilməyimiz özü Rəbbimizin bizlərə ən böyük lütfüdür. Bəli, qonağımı təqdim etmək istəyirəm. Siz inamın işığında onu uzun illərdir tanıyırsınız və milyonlar tərəfindən sevilir, təqdir olunur. Vəhdət adamı, mənəviyyat adamı, əxlaq adamı, elm adamı, vəfalı dost, öz vəfası ilə vətəninə, dininə, vəhdətə, din-dövlət münasibətlərinin möhkəmlənməsinə nümunə olacaq ziyalımız, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, eləcə də İlahiyyat Məscidinin imamı Vüqar Səmədov. Vüqar müəllim, xoş gördük. Ramazan ayından sonra ilk dəfədə gəldiniz. Bəli, xoş gördük Seyidim. Allah razı olsun. Allah sizdən də razı olsun. Necəsiniz? Allaha həmd olsun, şükürlər olsun. Biz darıxdıq sizdən ötəri Ramazandan sonra. Biz də bu veriliş üçün darıxdıq. Gecə bilmədiniz, gündüz bilmədiniz. İmsaka doğru, Ramazan rəhmət və bərəkət iftara doğru. Siz Azərbaycanda mənəvi dəyərlərimizin, vəhdətin, din-dövlət münasibətlərinin maariflənməsi yolunda ideoloji işin nümunəsini ortaya qoydunuz. Buna görə sizə ayrıca komandam adına təşəkkür edirəm. Allah sizdən razı olsun. Ayrıca olaraq İnam komandasının hər gün iftar süfrələrinin təşkil olunmasında birbaşa təminatçı oldunuz. Buna görə sizə ayrıca təşəkkür edirəm. Allah sizdən də razı olsun. Var olasınız. Allahın sayəsində neçə-neçə 10 illər inamın işığında ölkəmizdə milli, mənəvi, dini dəyərlərin ən böyük təminatçısı Qarabağ Fatih İlham Əliyev cənablarının birbaşa dəstəyi ilə ideoloji bu işimizi sistemli həyata keçirmək üçün Allah sağlam candan gözəl fürsətlər versin. Allah bu yolda bizləri utandırmasın. Amin, amin. Vüqar müəllim, mövzumuz qəlb rahatlığıdır, sükunətdir. Bəli. Bununla bağlı danışacağıq. Bilirəm, xanım redaktor sizlə mövzunu müzakirə edib. Ancaq siz olduqda biz israrlı olaraq istəyirik ki, müqəddəs şəhidlərimizə, haqq sahiblərinə Quran kəlamlarını siz həyata keçirəsiniz. Şəhidlərimizin ayındayıq. Aprel döyüşlərindən 10 il ötdü. Azərbaycan Şəhidlik müəssisəsinin yenidən formalaşmasında və 44 günlük müharibəyə gedən yolun, zəfərin ünvanlı tanıdılmasında Aprel döyüşünün iştirakçılarının və şəhid olan xüsusi olaraq müqəddəs şəhidlərimizin misilsiz xidməti oldu, qazilərimizin. Ona görə bütün vətən şəhidləri üçün Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, Aprel şəhidləri, Xocalı, 20 yanvar, atəşkəs dövründə şəhid olanların, antiterror tədbirləri zamanı xüsusi olaraq Azərbaycan ərazi bütövlüyü, bərpası uğrunda canlarını mən nəzir edən aslanlarımız deyirəm. Onlara hər zaman Ramazanda da belə söyləyirdim. Onlar üçün niyyət edin. Bir ayrıca olaraq ulu öndərimiz, ümumilli liderimiz, milli, mənəvi, dini dəyərlərimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz Heydər Əliyev cənablarının, əzizimiz Zərifə xanımın, bizi YouTube kanalında izləyən, ekran qarşısında bizi izləyən 100 minlərin vəfat etmişlərinin də əzizlərinin ruhları üçün niyyət etməyinizi sizdən xahiş edirəm. Ya Allah, Bismillah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.
كما أرسلنا فيكم رسولا منكم يتلو عليكم آياتنا ويزكيكم ويعلمكم الكتاب والحكمة ويعلمكم ما لم تكونوا تعلمون فاذكروني أذكركم واشكروا لي ولا تكفرون يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين كما أرسلنا فيكم رسولا منكم يتلو عليكم آياتنا ويزكيكم ويعلمكم الكتاب والحكمة ويعلمكم ما لم تكونوا تعلمون. Necə ki, sizə öz aranızdan Peyğəmbər göndərdik, sizə kitabı və hikməti öyrədir və sizin əsla və əsla heç bilməyəcəyiniz xüsusları sizə öyrədir. Fədkuruni əzkurkum, məni zikr edin ki, mən də sizi zikr edim. Vəşkuruli və lə təkfurun, mənə şükr edin, asla və əsla nankörlük etməyin. Və lə təqulu limən yuqtəlu fi səbilillahi əmvət. Allah yolunda öldürülənlərə ölü deməyin. Bəl əhyəun ində rabbihim yurzaqun. Onlar Rəbləti qatındadırlar və ruzuləndirilirlər. Və lənəbluvənnəkum bi şeyin minəl xavfi vəl cu'i və naqsin minəl əmvali vəl ənfusi vəl səmərat. Biz sizi imtihan edəcəyik. Canlarınızla, mallarınızdan qısmaqla və lənəbluvənnəkum bi şeyin minəl xavfi vəl cu'i qorxu ilə, aclıqla və bəşşiri sabirin. O səbr edənləri müjdələ. Əllədinə izə əsabəthum musibətun, onların başına bir müsibət gəldiyi zaman qalu, onlar deyərlər, innə lillah, biz Allahdanız və innə ileyhi raciun və biz ona dönəcəyik. Ulaikə aleyhim salavatun min rabbihim və rahmə, Allahın rəhməti, salavatı onların üzərində olsun və ulaikə humul muhtədun, onlar doğru yolda olanlardır, hidayət üzrə olan möminlərdir. Uca Allah doğru buyurur. Həqiqətən də Uca Allah böyükdür, ən doğru olanı Allah bilir və ən doğru olan hökmü də Rəbbimiz verir. Gözəl ayə seçim etmişsiniz. Şəhidlər üçün də. Bəli, tam yerinə düşür. Həm də şəhidlər ayıdır. Bəli. Təmənnamız Allah xəbərdar etsin inşallah. İndi isə sponsora keçid edək. Əziz inamsevərlər, mövzumuz qəlb rahatlığı ilə bağlıdır. Bununla bağlı sizə düşündürən sualları onsuz da indəndən görürəm, inama yazırsınız. Sosial şəbəkələrdən ancaq səsli formada da rahatlıqla göndərə bilərsiniz. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizi
ailəmizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət Kolbasa və Sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət Kolbasa və Sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Verilişimizin informasiya dəstəyinə görə 525-ci qəzetə öz təşəkkürümüzü bildiririk. Mən də verilişimizə informasiya dəstəyi verən 525-ci qəzetin çox dəyərli rəhbərliyinə, Azərbaycan dövlətinə layiqli xidmət göstərən, mənim üçün də əziz olan komandasına minnətdaram. İnan verilişə ərsəyə gəldikdən demək olar ki, verilişimizin baş sponsoru, halallığına inandığım, etibar etdiyim, özümün də, komandamın da, 10 minlərin də etibar edərək istifadə etdiyi Cənnət ət məhsullarıdır. Minnətdaram Cənnət ət məhsullarına. Digər sponsorumuz Ramazanda gördüyünüz hər gün imsakda, iftarda, elə bu gün də canlı yayımda görürsünüz bizim istifadə etdiyimiz, özümün də şəxsən ailəcə istifadə etdiyim Hacı Seylon çaylarıdır. Xoş qoxuludur, gözəl ətirlidir. 10 minlər etibar edir. Mən şəxsən etibar edirəm. Sizləri də rahatlıqla etibar edərək istifadə etməyə dəvət edirəm. Gözəl günlərimizdə süfrələrimizin bəzəyinə çevrilən şah plov düyüləri bizim digər sponsorumuzdur. Mən, komandam 10 minlər etibar edir. Çünki bizə yazırlar, fakta dayanır, ona görə də mən təqdir edirəm. Sizləri də şah plov düyülərindən, bu hər üç məhsuldan rahatlıqla istifadə etməyə dəvət edirəm. Xoş qoxuludur, gözəl, ətirlidir. Çox da dadlıdır. Bunu deməyi özümə bir borc bilirəm. Allah sponsorlarımızın, xalqımızın, dövlətimizin, bu an bizi izləyən bütün vəfalı inamsevərlərin, qonaqlarımızın, Space televiziyasının ruzcini xeylisi ilə Rəbbimiz çoxaltsın. Əziz inamsevərlər, bir daha diqqətinizə gətirmək istəyirəm ki, bugünkü mövzumuzu hörmətli ilahiyyatçı alim Vüqar müəllimlə qəlb rahatlığın mövzusunu müzakirə edəcəyik. Sizləri düşündürən sualları qısa formada İnamın WhatsApp nömrəsinə və sosial şəbəkə hesablarımıza yaza bilərsiniz. Vüqar müəllim, İslamda qəlb rahatlığı dedikdə ilk ağla gələn nədir? Qəlb rahatlığı, sükunət, söz sizindir, buyurun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salam ala Rasulina Muhammed və ala alihi və sahbihi ecmain. Mən də hörmətli İnam izləyicilərini salamlayıram və sizə də çox təşəkkür edirəm. Həqiqətən gözəl bir mövzu seçmişsiniz. Həm də bu sükunət üzərindən gedərsək, demək olar ki, ilk dəfə bəlkə də İnamda müzakirə olacaq. Bəli, İnamda bu 10 il içərisində ilk dəfədir bu mövzu. Sükunət. Ona görə də bunun ilk növbədə ayəti oxuyum, ondan sonra da geniş üzərində Huvəl-ləzi ənzələ səkinətə alə qulubil müminin liyazdadu imanən ma'a imanihim. Bir çox yerdə keçir. Odur ki, möminlərin qəlbinə səkinət endirir. Səkənə nə deməkdir? Sakit durmaq, huzur tapmaq, qüvvətli olmaq, mətin olmaq, dayanıqlı olmaq deməkdir. Səkinə adı bizdə də var, səkinə. Bəli. Yəni, huzurlu insan, dayanıqlı insan, mətin insan. Ümumiyyətlə, biz səkinətə baxdığımız zaman, səkinə ayələri Tövbədə var, Fətihdə var. Lə təhsən innallaha ma'ana. Yəni, Həzrəti Peyğəmbər mağarada ikən, Qureyş, onu öldürmək üzrə gələn Qureyş, onu tapmaq üzrə olarkən, Həzrəti Əbbəkir əndişə etdiyi zaman, lə təhsən innallaha ma'ana və onlara səkinət endirdi. Qorxma, Allah bizimlə bərabərdir. Səkinəni, əsasən biz belə düşünə bilərik ki, yəni səkinə insanda imandan gələn özgüvən deməkdir. Yəni imanın verdiyi üzün arxeynlik, ruh gücü. Yəni bunu eyni ilə düşünün ki, bir fırtınaya tutulmuş bir gəmi var. Fırtınadır. Amma onun kapitanı o qədər təcrübəlidir, o qədər mətindir, cəsarətlidir ki, o qədər də onun, amma içəridəkilər nə olur?
içəridəkilər, yəni ürəkləri deyək ki, ağızlarına gəlir, qorxu keçirirlər, təlatüm keçirirlər, tər basır onları. Niyə? Çünki yəni o səkinət yoxdur onlarda. Bunu eyni ilə məsəl üçün göydə də məsəl üçün deyək ki, burulğana tutulmuş bir təyyarəyə bənzədə bilərsiniz. Əgər onun deyək ki, idarə edəni ustadırsa, səkinət sahibidirsə, o qədər də ondan təsirlənməyəcək. Yəni peşəkar olmaqla bərabər həm də iman sahibi olmaq zəruridir. Məsələn, Peyğəmbərimizdə onun ən qəlb rahatlığında baxırsan ki, yanındakılar hamısı əndişə içərisindədir. İslam tarixinə nəzər salanda görürük. Bəli, la təxsən, Xəndək döyüşü olsun məsələn. Görürsən ki, sahabilər, ay biz müdafiə halındayıq, o yox, bu yox dediyi zaman Peyğəmbər, məsələn, biz deyir ki, Şamın saraylarını görürəm, Kisranın saraylarını görürəm deyərəkdən, yəni nə qədər özgüvən olduğunu, gələcəkdə bizə nələr verəcəyini göstərir. Ona görə də yəni səkinət halı peyğəmbərlərin halıdır. Səkinət halı ariflərin halıdır. Səkinət halı möminlərin halıdır. Yəni səkinəti biz bilməliyik ki, çətin anlarda imana söykənərək, imana dayanaraq Allah-u Teala'nın, yəni burada səkinət elə bir şeydir ki, yəni möminlər Allaha təvəkkül edir, Allaha yönəlir, müəyyən şeyləri edir. Allah-u Teala da və ənzəlnəhu cunudan ləm tərəfə Quranda deyir. Yəni deyək ki, Quranda bir çox möminlərin çətin sınaqdan keçdiyi anlar vardır ki, Allah-u Teala onları, yəni onların Allaha güvənmələri sayəsində, qəlblərində səkinə olmaları sayəsində biz onların gözlərin görmədiyi orduları endirdik. İstəyir Xəndək döyüşündə olsun, istəyir Uhud döyüşündə olsun, istəyir Bədir döyüşündə olsun. Yəni həqiqətən onların az qüvvə ilə, məsələn Peyğəmbərimiz məşhur deyək Huneyn döyüşündə hər kəs dağıldığı zaman tək başına düşmənin önündə duraraq ənə nəbiyyül əkədir, ənə ibni Abdülmuttalib, mən Peyğəmbərəm, bunda heç bir şübhə yoxdur, mən Abdülmuttalibin oğluyam deyərəkdən, yəni vüqarla, səkinətlə durdu önlərində. Yəni demək ki, yəni imanın təzahürlərindən biri də sükunətdir. Yəni çətinliklər qarşısında zarımayacaqsan, ağlamayacaqsan, ahvay etməyəcəksən. Yəni mömin, iman edən şəxsin belə olması gəlməlidir. Çünki həyatda dünya daru bəlain, dünya bəla evidir, müsibət evidir. Bax, bayaq ayə oxuduq, deyilmi? Bəli. Nəblüvəkum minəl-cuy vəl-xavfi və naqsim minəl ənvali vəl-ənfusi və səmərat. Biz sizi nəfislərinizdən, malınızdan, canınızdan imtihan edəcəyik. Və bəşir sabirin. Yəni, ona görə də dünyada başımıza bir çox malla imtihan gələcək, evladla imtihan gələcək, bir çoxla. Yəni, bax, bir çox insanda da, məsəl üçün, o səkinət olmadığı üçün görürsən ki, yəni, bəlalar qarşısına səbr edə bilmir. Hətta tab gətirə bilmir. Tab gətirə bilmir, ürəkdən gedir, bir çox şeydən gedir. İman. Bəli, sükunət daxildən gəlir, yoxsa xarici amillərlə bağlıdır, bəlkə də fitrətlə bağlıdır. Bu mənim özümü şəxsən çox düşündür. Çox gözəl sualdır, çox gözəl sualdır. Bunun ikisi də vardır. Yəni, insanın daxilində olan iman neməti vardır. Amma eyni zamanda da insanın xaricdən dediyimiz, yəni bəlli, necə ki, biz hər zaman insanı tərif edərkən deyirik ki, insan iki qismdən meydana gəlir. Necə ki, ac insan zəif olur, bədəni zəif olur, yəni şəkəri qalxar və ya nə bilim, bir çox şeylər olur, bədən zəif düşər, eyni zamanda da ruh da belədir, qəlb də belədir. Sən onun zikrini vermədiyin zaman, sən onun qidasını vermədiyin zaman, o da deyək ki, məsələn, ruhun da qidası, qəlbin də qidası nədir? Zikirdir, məsəl üçün. Ələ bi zikrillahil tatmainnul qulub. Qəlblər Allahın zikri ilə aram tapar. Namazdır, məsəl üçün, salatdır. Yəni, sən namazda ruhunu Allaha verirsən, yəni Allaha yönəlirsən, ondan yardım diləyirsən. Fəzkuruni ədkurkum, bayaq qeyd etdik, deyilmi? Siz məni zikr edin ki, mən də sizi zikr edim. Və mən yaşu an zikr rəhmən nuqayyid ləhu şeytanı və və ləhu qarin. Kim Allahın zikr edinindən üst çöndərərsə, biz şeytanı ona müsallat edərik və onun
dost olmuş olur. Yox, Ona mən- görə də zikir sevgilini xatırlamaq deməkdir. Yəni Allahı xatırlamaq. Elədir. Evet. Vüqar müəllim, bu dünya hər dəfə canlı yayımlarımızda deyirik, İslam böyükləri deyilir. İslam böyükləri də deyir. Bu dünya imtahan Bəli. dünyasıdır. Bu imtahan dünyasında şeytanın tələsində girov qalan nə qədər Bəli. böyük insanları gördük. Nə qədər mal, mülk sahibi olub, öz malına, mülkünə sahib ola bilməyən canlıları gördük. Yığdığı vara, pula, dövlətə, sərvətə, sağlığında sahib olmayan yaradılmışları gördük. Onda belə çıxmırmı? Bu imtahandan həmin şəxslər uzaq çıxmadılar. Klassiklər nə deyir? Çox düz söylədiniz. Yəni Varmı klassiklərlə var, bağlı? var. Oxuyum mən sizə. Buyurun. Çünki bizim çox 100 minlərlə vəfalı inam sevərlər Bəli. sizin klassiklərdən gətirdiyiniz bəhsləri çox sevirlər. Xəbəriniz olsun. Təzəvvət minət taqva. Təqvanı özünə azuq elə bu dünyada. Fə innəkə lə tədri cənnəl leyli həl təişu iləl fəcri. Sən heç bilmirsən, əgər gecə gəldiyi zaman sabaha sağ çıxacaqsanmı? Allah qorusun. Fəkəm min arusun zəyyənuha li zevcihə və qad qabadat ərvahum leylətəl qadri. Nə qədər gəlinlər vardır ki, yəni evləndikləri günü, qədər gecəsi ruhlarını təslim etmişlərdir. Və kəm min sagirin yurtaca tulu umrihim və qad udxilət ərvahum zulmətəl qabri. O qədər kiçiklər də vardır ki, onların uzun yaşaması umulur, gözlənilir, ancaq onların ruhları qəbrin zülmətinə daxil olmuşdur. Allah qorusun. Və kəm min sahihin mətə min qayri illətin. O qədər sağlam insan vardır ki, heç bir xəstəliksiz dünyadan getmişlərdir. Və kəm min saqimin aşə hinən minəddəhr. O qədər demişik, xəstə vardır ki, demişik ki, bunlar bu dünyadan gedəcəklər. Amma Allah onlara uzun ömür vermişdir. Daha çox yaşatmış. Bəli. Və kəm min fətən əmsə və asbaha dahikən və qad nusicət əkvanuhu və huvə lə yədri. O qədər gənclər vardır ki, demişlər, gülmüşlər, ancaq onların xəbəri olmadan kəfənləri toxunmuşdur. Və kəm saqinin ində sabahi bi qasrihi və indəl məsəyi qad kənə min sakinil qabri. O qədər qəsirdə gündüzlərini keçirən adamlar var. Mal, mülk sahibi. Mal, bəli. Gecələrini harda keçirmişlər? Qəbir sakin olmuşlardır. Gündüz öz mülklərində, gecə qəbirdə. Ona görə də nə deyir? Fəddavim alət taqva fə innəhu əmanun minəl əhvali fi mövqifil haşri. Sən taqvaya davam elə. Sən Allahın yolunda olmağa davam elə. Çünki taqva, Allahın yolunda olmaq həşir günündə səni qorxulardan əmin qılacaq tək şeydir. İmam Şafi mi? Bəli, İmam. Bu dünyanın Allah razı olsun. Yəni ona görə də o səkinətdə hər zaman ölümü gözünün önünə qoy. Hər zaman bil ki, yəni bu dünya, ölüm dediyimiz də axirət. Qəlb huzurunun əsas tapmağımızın əsas yollarından biri də dünyanı axirətə tərcih etməməkdir. Bəli. Dünyada axirəti qazanmaqdır. Necə ki, burada Buyurun. çox gözəl bir şeir daha var. Orada Buyurun. dünya haqqında deyir. Eynəl cəmal və eynəl ləvnu və nəsəbu. Gözəllik harda qaldı? Rəng, nəsəb harda qaldı? Eynəl lüğat və eynəl cah və eynəl rubtab. Dillər, cah cəlal, rütbələr, məqamlar, mövqeylər harda qaldı? Eynəl səra və eynəl məli muknizuhu. Harda var dövlət sahibi, var dövləti toyanlar harda qaldı? Eynə təkəbburu və eynəl ləhvu və darbu. Təkəbbür sahibi, oyun əyləncə sahibləri harda qaldı? Eynəl uyunu ləhəl əqhalu həl baqiyət. O sürmə çəkilmiş gözlər hara oldu? Allah qorusun. O necə ki deyir, hansı ceyran göz ki, hansı gözəl üz ki torpaq olmadı. Hansı ceyran göz ki yerə axmadı. Amma təqva sahibləri?
Bəli. Eynə təfəxuru bil əcsam. Və o cəsədləri ilə, nədir, gözəl bədənləri ilə öyünənlər harada qalır? Lə şey qayru tuqar rəhmənu tahsuduhu. Heç, yəni bu dünyada ancaq əldə edəcəyin Allah rızasından başqa bir şey deyildir. İncənnə leyluka bil əcdəsi muhtaribu. Yəni gecə olunca sənin tək azuqən Allaha götürəcəyin qəlbin, səkinətin, təqvan olacaqdır. Allah sizdən razı olsun Vüqar müəllim. Bir məsələ də var ki, Allah xalqımıza ruzinin tezini, ölümün gecini nəsib etsin. Rəbbim bütün xalqımızı bütünlüklə təqvalı olanlardan qərar versin. Amin. Hamı da ölə bilmir ki, Vüqar müəllim. Bəli. Mənə indi siz belə danışdıqdan sonra sizin bir dostunuzun yazdığı bir duyğu şeiri var. Onu oxumaq istəyirəm. Oxuyun. Hamı ölmür ki, hamı adam kimi ölə bilmir. Bəziləri haqqa, biriləri əzaba qovuşur. Bəziləri haqqa, biriləri əzaba qovuşur. Biriləri bu dünyada öz axirətini satın alır. Biriləri isə çox ucuz qiymətə satır. Eşqin şərbətini dadanlar bu dünyada aldananların Vüqar müəllim nazını çəkir. Hər cür yalanlarına sığal çəkir. Hamı eyni cür ölə bilmir ki. Biri bu dünyada diri ikən qəbir əzabı, biri isə o dünyada cənnət həsrəti çəkir. Hamı eyni cür ölə bilmir ki. Biri elə hey ölümə tələsir. Biri isə heç vaxt ölmək istəmir. Sevginin dadını bilənlər sərxoş olub ayılmır. Ölümünə salam verənlər artıq yaşamağı özlərinə ar bilir. Dəhşət. Bu dünya arsızın sərfəli bazarıdır deyə hamı eyni cür ölə bilmir. Allah razı olsun. Çox gözəl. Bir dostunuz yazıb düşüncələrini. Sağ olsun, gözəl. Sizdə danışdıqca, ölümü xatırlatdıqca, ölmədən öncə təqva sahibi olmaq, qəlb rahatlığının nə qədər vacib olduğunu, Bəli. nə qədər üstün dəyərə sahib olduğunu çatdırdıqda, mən də dərhal bu şeiri tapdım. İstədim oxuyan bunu vəfalı inamsevərlərlə və sizlərlə bölüşəm. Allah razı olsun. Əffinizə sığınıram, özüm zızıma qar etmişəm bunu. Allah razı olsun. Allah kömək olsun. Duyğulardır. Cədatın ol, gözəl. Duyğulardır. Suallarımız çoxdur. Birini qəbul edək mi Vüqar müəllim? Bəli. Buyurun. Salam, mən Seyidim, necəsiniz? Cümlənizlə mübarək olsun. Çox sağ olun, bizim kimi gəncləri belə maarifləndirirsiniz. Təşəkkür edirəm. Seyidim, mənim belə bir sualım var sizə. Qəlbi rahatladan ən əsas ibadətlər hansılardır? Bilmək istəyərdim. Çox sağ olun. Təşəkkür edirəm. Allah razı olsun. Sizə də cümləniz mübarək olsun. İnam verilişini siz bilirsiniz. 10 minlərlə deyil, daha çox gənclər izləyir. Biz öz reytingimizlə bunu görürük. Təşəkkür edirəm belə gənclərimizə. Gözəl, gözəl. Allah atalı analı yaşatsın. Var olsun. Çox ciddi və vacib bir sualdır. Buyurun Vüqar müəllim. Gözəl, təşəkkür edirəm. Yəni, bayaq söhbətimizin, daha doğrusu verilişimizin başında da biz söylədik ki, yəni qəlb rahatlığı dediyimiz xüsus imanla yaxından əlaqəlidir. Zaqa da'mal iman, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, zaqa da'mal iman ən yəkunallahu və rasuluhu ahabbə ileyhimə mimmə sivahuma. Yəni, bu qəlb sükunətinin əsas şeylərindən biri Allah və Rasulunu hər şeydən çox sevmək demək lazımdır. Və in yuhibbəl mərə la yuhibbuhu illə lillah. Sevdiyini ancaq Allah rızası üçün sevmək və bir də ki, Allah-u Teala ona gözəlliyi daddırdıqdan sonra o köhnə halına dönməyi atəşə atılmaq qədər kərik görməkdir. Və Peyğəmbərimizin başqa hədislərində də
mə min əşxasin yetluna kitaballahi və yetədarasuna fīmə beynəhum illə nəzələt, illəğaşiyyəthumur rəhmə və nəzələt hum əs-səkinətü buyurur. Yəni, bir insanlar bir yerdə toplaşıb Quran oxuyarlarsa, Allahı zikr edərlərsə, mələklər xatırlayarlarsa, mələklər oranı əhatə edər. Nə gözəl. Vəğaşiyyəthumur rəhmətu. Və rəhmət oranı bürüyər. Və ənzələ aleyhim səkinə. Qəlb huzuru enər. Elə sükunət də orada olur. Bəli, qəlb huzuru enər. Və xaşiyəhumullahu fīmən ində. Allah-u Teala da öz yanındakılarına bu qulları ilə fəxr edərək onları zikr edər. Demək ki, qəlb huzurunun əsas səbəblərindən biri Allahı zikr etmək deməkdir. Elə təminatı da budur. Bəli. Hətta qəlb huzurunun əsas şeylər, yəni dünyəvi demək ki, keçici deyək ki, məqam, mövqe, keçici həvəslərdən üz döndərib axirəti daha çox xatırlamaqdır. Yəni və yaxud da dünyanın bir körpü olduğunu düşünərək dünyada axirət üçün çalışmaqdır. Yaxşılıqlar etməkdir. Sırf Allah rızası üçün qarşılıqsız etməkdir. Sədəqə verməkdir. Gecə namazlarıdır. Qəlbi nurlandıran gecə namazlarıdır. Yəni, yardımlaşmaqdır, paylaşmaqdır. Elə bunlar da imana bağlı olan məsələ deyil mi? İmanın artmasına, liyezdədu imanən. Yəni, imanlarının artması. Hətta Peyğəmbərimizin çox gözəl hədisləri var. Məsələn, Peyğəmbərimiz nə deyir? Ərihnə ya Bilal. Ey Bilal, bizi rahatlat. Əzan oxu, Quran oxu. Quran oxumaq, Quranı dinləmək. Baxın, indi baxın, məsələn, deyirlər ki, biz Quran oxuya bilmirik. Quran dinlə. Qurana qulaq as. Əzana qulaq as. Dinləyəcəksən. Allah-u Teala həqiqətən ərəb dilinə elə bir akustika vermişdir ki, və yaxud da əzana elə bir akustika vermişdir ki, insan dinləyəndə qəlbi sükun tapır, qəlbi rahatlıq tapır. Quran dinləyəndə. Quran oxumaqda, Quranı çox gözəl oxuyanlar kiramin bəraraqla bərabər olacaqdır, Peyğəmbərimiz buyurur. Hətta. Amma Quran-ı Kərimi çəkələyə oxunana isə 2 qat savab veriləcəyi söylənir. Ona görə də bir möminin yəni çətinlik ilə oxuyanın savabı daha çox. Əsas hədəflərindən biri Quran-ı Kərimdən həmhal olmaqdır. Çox təəssüflər olsun ki, bizim Quran-ı Kərimi zənn edirlər ki, yalnız yaslarda mollalar oxuyar, Fatihə verər. Quran-ı Kərimi hər kəs oxumalıdır. Quran-ı Kərimi hər kəs bilməlidir. Quran-ı Kərim hikmətdir. Və mən yu'təl hikmətə fəqət. Quran-ı Kərim zikirdir. Quran-ı Kərim mənəvi rahatlığımızın açarıdır. Yəni, səkinətin ən birinci səbəblərindən biri Quran-ı Kərimdir. Qəlb huzurunun, insanın rahat olmaq, hər gün açıb Quran-ı Kərimi oxumaq, Quran-ı Kərimdən ibrət almaq, Quran-ı Kərimi təzəkkür etmək, Quran-ı Kərimi tədəbbür etmək, Quran-ı Kərimi təaqqul etmək dediyimiz, nəticəsinə baxaraq oxumaq, Quran-ı Kərimdən hikmətlər çıxartmaq. Məsəl üçün, bu Ramazanın da əsas məsələsi o idi ki, Quranı ala biləcək. Yəni, əsas sükunətə aparan yolların başında Quran-ı Kərimi oxumaq və dinləmək. İndi artıq heç bir bəhanəmiz yoxdur ki, biz Quran-ı Kərimi müasir dövrdə, bəli. Qulaq as, telefonlarınızda var. Elədir. Hər yerdə var. Rahatlıqla qəbul edir. Sizin zamanınız, bizim zamanımız kimi deyildi ki, yəni ki, gedərdik müəllimin yanına, kilometrlərcə. Elədir. Ki, ondan bir hərf öyrənəcək, Qurana qulaq asacaq. İndi hər yerlərdə, hər cür var, amma insanlarda həvəs yoxdur. İnsanlarda meyil yoxdur. Müqəmməm, sizə elə gəlmir ki, bax, o sualı verməmiş onsuz da bunu söyləyək ki, İslamın hökmlərindən, İslamın gətirdiyi ən azı təməl prinsiplərindən xəbərdar olan hər bir kəs nümunə olaraq İslam Peyğəmbərini əsas götürür. Bəli. Və onun yolunun yolçusu özünü adlandırır və Peyğəmbərimizin də həyatı bütünlüklə Qurandan ibarətdir. Demək ki, bir mənalı olaraq bir mərkəzdə fikir formalaşır ki, Quran oxumaqla Peyğəmbərimizin davrandığı kimi, Peyğəmbərimizin sahibləndiyi iman nurunun varlığına bizlər də o cığıra düşən
Allah dostlarının yoldaşına çevrilə bilərik. Amma günümüzdə bəzi Quran oxuyanlar var. Gözəl Quran oxuya bilərlər. En gözəl avazla Quran oxuyarlar. Amma onlarla tanış olduqda, onların həyatlarına nəzər saldıqda, oxuduqları ilə əməllərin bütövləşmədiyi, vəhdət olmadığının hal Allah sizdən razı şahidinə olsun. çevrilə bilərik. Çox gözəl. Bu da bəzi gənclərimizi dindən, İslamdan, İslamı ehkamları mənimsəməkdən uzaq salır. Yəni, məncə bu adamların şəri baxımından məsuliyyət cəzası daha çox olmayacaqmı? Bunların axirət hesabı daha ağır olmayacaqmı? Elədir. Nə qədər gənclərimiz var ki, zahirdə müsəlman olan, daxildə küfr bəsləyən, artıq daxildə deyil onu üzə çıxaran, sosial şəbəkələrdə münaqişə toxumu səpən, mənəvi dəyərlərimizə dil uzadan, Quran oxuyanları görür. Düzdür, dünyəvi ölkədə yaşasaq da, axı bu ölkədə canımız can Azərbaycanda bu dəyərlərin ən böyük təminatçısı Azərbaycan dövlətidir. Evet. Ən böyük təminatçısı bunu açıq deməliyik, yoxsa nankorluq olar. Ən böyük təminatçısı Qarabağın Fatihi İlham Əliyev cənablarıdır. Bəzən bundan da biriləri bu münbit şəraitdən öz mənafeləri, öz şəxsi biznesləri üçün dırnaqarası deyirəm, məharətlə sui-istifadə edirlər. Bunların bir axirət hesabı varmı? Bəli, axı o 100 minlərlə insanların dinə yeni gəlmək istəyən, qəlb rahatlığını İslamda tapan, İslamda görən gəncliyin qarşısına sipər olaraq olunur. Buyurun, söz sizindir. Çox gözəl söylədiniz. Mən buna Peyğəmbərimizin bir hədisi ilə cavab verim. Səyəxrucu fi axiriz zaman ricalun qulubuhum lisanuhum ahla minəs-suqqari qulubuhum qulubuz-ziabi əbiyə yaxtarun əbiyə yəctəriyun səuti ləkum sətədau ləkum minkumul halimə hayrana. Peyğəmbərimiz buyurur ki, qiyamətə yaxın elə insanlar çıxacaqdır ki, dilləri şəkərdən daha şirin olacaqdır. Amma qəlbləri qurt qəlb olacaqdır. Mənə qarşı kibirlənib təkəbbür. Sizdən ən yumuşağınıza elə bir bəla verəcəyim ki, o heyran qalacaqdır, Allah-u Teala buyurur. Yəni, onlar mütləq öz cəzalarına çatacaqlardır. Çox gözəl buyurdunuz ki, əsas... Bu ağrılı yerimizdir, bu qamə. Bəli, ağrı yerimizdir ki, ya eyyuhəl-ləzîne əmənu limə təqulunə mə lə təf'alun kəbrə məqdən indəllahi ən təqulu mə lə təf'alun. Ey iman gətirənlər, niyə etmədiyiniz şeyləri söyləyirsiniz? Etmədiyiniz şeyləri söyləmək Allah qatında çox böyük günahdır. Ona görə də, yəni, həqiqətən misal da budur ki, insanlar da ağızdan çıxan şey ortalıqda qalır. Amma qəlbdən ağıza gəlib söylənən şey qəlbə gedər və insanlara təsir edər. İnsanlar da bu insanları bilirlər. Amma dediyiniz kimi, gənclər təcrübəsiz olduğu üçün bəzən onları aldatmaq asan olur. Onların enerjisi çox olduqları üçün yəni kimin arxasıca keçəcəyini də düzgün seçə bilməyə bilərlər. Ona görə də yəni onlara hər zaman yol göstərmək lazımdır, düzgün yol göstərmək lazımdır. Ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gəncliyini ibadətlə keçirən gəncləri çox öyür. Eyni zamanda zəkərallah xaliyən tərif edir Tadat ayna o gənci də şeyləyir və yaxud da o insanı da şeyləyir ki, Allahı heç kimsənin görmədiyi yerdə zikr edər və gözlərindən Allah qorxusu ilə yaxşı şeylər, xuşu, xovf, yəni Allahın heybətindən titrəmə, bunlar hamısı qəlb. Elə ümid və qorxu arasında qalmaq. İnsan Allahdan qorxduğu zaman başqa şeylərdən qorxmaz. Elədir. Təşəkkür edirəm Vüqar müəllim. Xanım redaktor işarədir, sponsora keçid etməliyik. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan Cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur.
dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət Kolbasa və Sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət Kolbasa və Sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Verilişimizin informasiya dəstəyinə görə 525-ci qəzetə öz təşəkkürümüzü bildiririk. Xanım redaktor, mən də 525-ci qəzetin çox dəyərli rəhbərliyinə, Azərbaycan dövlətinə layiqli xidmət göstərən, mənim üçün də əziz olan komandasına minnətdaram. İnan verilişi ərsəyə gələndən vəfalı inamsevərlər, verilişimizin baş sponsoru, halallığına inandığım və etibar etdiyim Cənnət ət məhsullarıdır. Çünki Cənnətin bütün məhsulları halaldır. Mən ailəcə, eləcə də komandam, bizlər Cənnətə etibar edirik, Cənnətin məhsullarından istifadə edirik. 10 minlər etibar edir. Sizləri də rahatlıqla etibar edərək istifadə etməyə dəvət edirəm. Gözəl günlərimizdə daim, xüsusi olaraq çay süfrələrimizdə istifadə etdiyimiz, mən də, komandam da, özüm ailəcə 10 minlər Hacı Seylon çaylarından istifadə edirik. Gözəl ətirlidir. Hər bir kəsi rahatlıqla Hacı Seylon çaylarından istifadə etməyə dəvət edirəm. Həqiqətən də içməyə dəyər, bunu da səmimiyyət üçün deyirəm. Gözəl günlərimizdə süfrələrimizin bəzəyinə çevrilən şahplov düyüləridir. Xoş qoxulu, gözəl ətirlidir. Nəinki 10 minlər etibar edir, daha çoxlar etibar edir. İnam komandası, şəxsən mən ailəcə etibar etdiyim şahplov düyüləridir. Xoş qoxulu, gözəl ətirlidir. Sizləri də bu hər üç məhsuldan rahatlıqla istifadə etməyə dəvət edirəm. Halal insanların halal məhsullarıdır. Sizlər də rahatlıqla istifadə edə bilərsiniz. Allah sponsorlarımızın, xalqımızın, dövlətimizin, bu an bizi izləyən, bizə dəyər verən bütün inamsevərlərin, elə qonaqlarımızın da, inam komandasının da, Space televiziyasının da, Rusiyasını xeyirlisi ilə çoxaltsın. Vüqar müəllim, istifadə edirəmsə, mən də bunları söyləməyi özümə borc bilirəm. Çünki sponsorlarımıza da borclu qalmaq istəmirəm. Vüqar müəllim, suallarımız çoxdur. Bilirsiniz, inama bir saatın içərisində hər zaman canlı yayımlarımızda yüzlərlə suallar gəlir. Hətta siz şahid olmuşsunuz ki, Ramazanda imsaka doğru 10 minlərlə canlı yayımıza suallar gəlirdi. Çox təəssüf olsun ki, biz çatdıra bilmirdik, onları ümumiləşdiririk. Birini qəbul edək. Buyurun xanım redaktor. Salam, Seyid Camal müəllim. Mən sizi də qonağınızda salamlayıram. Cüməniz mübarək olsun deyirəm. Sizə ilk öncə təşəkkür etmək istəyirəm ki, bu Ramazan ayı boyunca siz bir ay hər gün həm iftarda, həm imsakda bizlərə, xalqımıza, millətə xidmət etdiniz. Haqqınıza halal edin, çox əziyyət çəkdiniz. Mən deyərdim ki, tam səmimi deyəcəm. Bəzən elə suallar vardı ki, mən onu heç bir zaman heç kəsdən soruşa da bilmirdim, utanırdım. Amma o Ramazan ayı boyunca, demək olar ki, o verilişə baxdıqca bütün suallarımın cavabını o verilişdə tapdım. Çox sağ olun, sizə təşəkkür edirəm. Space-in rəhbərliyinə təşəkkür edirəm. İnam kollektivinə təşəkkür edirəm, hər birisinə. Hər biri əziyyət çəkib. Çox sağ olun, minnətdaram sizə. Çox əziyyət çəkdiniz siz də. Və məni də belə bir sual düşündürür ki, bəzən elə insanlara rastlaşıram ki, onun həyatda demək olar ki, hər bir şeyi vardır. Yəni maddi heç bir sıxıntısı yoxdur. Hər şey onun üçün əl çatanda, amma bəzən içində elə bir nigarançılıq, narahatçılıq var ki, yəni bu nigarançılığın səbəbi nədir? Yəni onu sizdən, yəni o suala cavab istəyərdim ki, verəsiniz ki, görə o insan içindəki narahatçılığı, nigarançılığı nədəndir? Çox sağ olun Seyid Camal müəllim. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm yenə də sizə. Sağ olun. Çox sağ olun. Xanım izləyicimizə canı könüldən kimdirsə dualarımla minnətdaram. Vüqar müəllim, siz bu prosesdə yaxından iştirak edirsiniz. Çünki artıq Yenilməz İnam komandasının ən faal üzvləri içərisində liderliyi qoruyursunuz. Çox maraqlıdır. Azərbaycan xalqı qədir biləndir.
Bəzən bir məsələlərdə gərginlik olduqda adamlar deyir, yox xalqımız belə, xalqımız belə. Belə deyil. Xalqımız belədir. Bəli, bəli. Çox xanıma təşəkkür Bəli, edirəm. 10 minlərlə Allah şahiddir ki, veriliş qutardıqdan sonra biz çatdıra bilmirik, görürük. 10 minlərlə inamsevərlər Ramazan ayından danışıram ki, hələ də dayanmırlar. İnamın WhatsApp nömrəsi dəfələrlə çökür. Bizdən halallıq istəyirlər. Biz nə etmişik ki? Qalib sərkərdəmiz, dünyəvi ölkə olan Azərbaycan Respublikasının prezidenti, Qarabağın Fatihi İlham Əliyev cənablarının mənəvi dəyərlərə, dini dəyərlərə sahib olduğunun əsl ilə aynası inamdadır. Çünki bu verilişin ən böyük təminatçısı Qarabağın xilaskarı İlham Əliyev cənablarıdır. Şükürlər olsun Allah bizi utandırmadı. Mən də bu təşəkkürləri qalib sərkərdəmiz üçün göndərirəm. Çünki qalib sərkərdəmiz bizə bu şəraiti yaratmasaydı, bu dəyərlərin təminatçısı olmasaydı, Space televiziyasından biz küsməzdik. Çünki onlar da bizə bu şəraiti, bu mümbit şəraiti formalaşdıra bilməzlər. Ona görə bu cür 10 minlərin vəfalı izləyicilərimizin hər birinə canı könüldən dualarımla təşəkkür edirəm. Onlar növbəti hədəfə çatmaq üçün bizi daha da sürətləndirirlər. Allah sizdən razı olsun. Buyurun Vüqar müəllim, sualı da eşitdiniz. Xanıma təşəkkür edirəm. Çox gözəl sual verdi. Mən verilişin başında da söylədim ki, insan sadəcə maddiyyatdan ibarət deyildir. Deyir maddiyyatı var, can sağlığı var, ancaq qəlbi rahat deyil. Yəni insanın maddi tərəfi olduğu qədər mənəvi tərəfi, hətta yəni insanın mənəvi tərəfi daha əsasdır. Evet. Əsasdır. Hətta o Mevlana'nın bir sözü var, hər zaman sizin verilişdə söyləyirəm. Deyir ki, o canına yağlı, ballı şeyləri az verir. O sənin torpağa verən, çürüyən hissəndir. Evet. Əsas sənin göylərə yüksələn hissən isə ruhundur, qəlbindir, mənəviyyatındır. Onun qidasını ver. Bax, biz burada onun qidasından bəhs etdik ki, Quran oxumaqdır, Peyğəmbəri sevməkdir, Allahı sevməkdir, zikir etməkdir, namaz qılmaqdır, mənəvi işlərin arxasında. Yaradılmışları yaradan üçün sevəcəksin. Yəni, o dedikləri insanlar bunlardan məhrum yaşadıkları üçün. Ona görə də əsas məsələ o qəlbdəki o sükunət dediyimiz iman məsələsidir. Sən bütün şeylər əlin çatsa da, qəsrlərdə yaşasan da, əgər sənin də o Quran-ı Kərim bunun örnəklərini və Firavun məsəl üçün hər şey var, təkəbbürlərini, Qarun, o, bu. Bir çox örnəklər var, amma qəlb hüzuru yoxdur, iman yoxdur. Yəni, o hüzuru tapa bilmirlər. Ona görə də bilmək lazımdır ki, insanın qəlbində hüzur olduqdan sonra, iman olduqdan sonra insan harada yaşayır, yaşasın. O xoşbəxtdir. İnsanın qəlbində iman olmadıqdan sonra, ruh olmadıqdan sonra, təslimiyyət yoxdursa, təvəkkül yoxdursa, rıza yoxdursa, xuşu yoxdursa, ixlas yoxdursa, ihsan yoxdursa, insan sıxılacaqdır. Ona görə də mən hər zaman belə bir nümunə şey deyirəm. İnsanın maddi şeylərin, ən çox sevdiyi maddi şeylərin nə qədər çox verərsənsə, biraz sonra o nifrətə bilmir. Yəni, bəsit olaraq çababı götürək məsələn. İnsan 250 qram, 500 qram yediyi zaman xoşbəxt olur. Amma insana bir qoyun yedirdiyin zaman artıq ondan nifrət etməyə başlayar. Ona görə də maddi şeylər belədir. Sinərsin. Maddi şeylər belədir. Artınca artıq ələmə, ağrıya çevrilir. İnsanın doymadığı tək şey vardır. O da mənəviyyat. İnsan heç vaxt, məsəl üçün, mənəvi şeylərdən, sədəqə verməkdən, yaxşılıq etməkdən bezməz. Çünki ruh ondan qidalanır. Artdıqca artırmaq. Bax, yaxşılıq edən insanlara baxın, doymazlar yəni. Niyə? Daha çox etmək istəyirlər. Daha çox etdikcə daha çox savab qazanılacaqlarını düşünürlər. Ölkəmizdə bu mümbit şərait Azərbaycan dövləti tərəfindən yaradılıbdır. Və Mal və mülkün bəli, mütləq sahibi Allahdır. Mal və mülkdə yardımlaşın, paylaşın. Sizə gələ biləcək bəla və müsibətlərin, qəzaların, xətaların mühafizə olunduğunun şahid olacaqsınız. O axtardığınız qəlb rahatlığını da rahatlıqla tapacaqsınız. Çünki bunun ən böyük təminatçısı canımız qüdrəti əlində olan Rəbbimizdir. Bunu mütləq siz görəcəksiniz. Buyurun, xanım redaktor. Mən sevdiyim axşamınız xeyir. Qınanızı da salamlayıram. Belə bir sual vermək istəyərdim. Qəlbimizin rahatlığı üçün Quran oxumağın xeyri varmı? Zəhmət olmasa bu barədə danışardınız. Çox sağ olun. Öncədən təşəkkürümü bildirirəm. Təşəkkür edirəm dəyərli izləyicimizə. Allah razı olsun.
Bu da çox maraqlı sualdır. Çox gözəl Doğrudan sualdır. doğruya Qurandan alıb İlhamı əsrin idrakına beləmi yerləşdirmək söyləməliyik İslam. İslamı? Elə bu gözəl cavabdır. Bəli, Buyurun. bəli. Yəni çox təşəkkür edirəm. Yəni Vacib bir sualdır. Vacib bir sualdır. Təbii ki, Qurani-Kərim oxumaq qəlb huzuru üçün vacib məqamlardan biridir. Bayaq da söylədim, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Quranı həm oxuyardı, o deyərdi ki, Quran mənə nazil olmuşdur, amma mən Quranı dinləməyi xoşlayıram. Və gözəl səsi olan sahabilərdən Quranı dinləyərdi. Həqiqətən də Quran-Kərim gözəl oxunduğu zaman qəlblərə təsir edir. Yəni qəlblər ürpərir. Yəni onun Quranın gözəlliyi ilə qəlblər ürpərir. Allah-u Teala Qurana bu mənəviyyatı vermişdir. Təbii ki, Quran xüsusilə Baqara surəsi, Ali İmran surəsini oxuyan insanlar, onlar qiyamət günündə şəfaətçi olaraq gələcəklərdir. Oxuduqlarını anlayaraq. Hətta Ləbid ibn Rabiya var, məsəl üçün, məşhur müəlləqə şairi. Ələ kulli şeyin mən xalallahu batilun lə kullu naimin lə məhalətə kulluha zailu şeirini söyləyən Allahdan başqa ələ mən xalallahu batilu hər şey yox olacaqdır. Lə məhalətə kulluha bütün neymətlərə də şey yoxdur, etimat yoxdur, hamısı yox olacaqdır deyən şair Afat diyar mahalluha fa muqamuha bidiminən deyə başlayan müəlləqə şairi. Bu Həzrət Ömər deyir ki, ona şeir söylə, deyir ki, mən Baqara surəsi və Ali İmran surəsinin qarşısında şeir söyləyə bilmərəm. Artıq onlar gələndən sonra şeirlər söylənmədi. Ona görə də Quran-Kərimin həm şeir yönü çox güclüdür, Quran-Kərimin həm mənəviyyat yönü güclüdür, həm də orada dəhşət qissələr, peyğəmbərlərin o dediyimiz səkinətlər, ümmətlərin başına gələnlər, ibrətlər, axirət, dünya həyatı, bunlardan ibrət alma. Ona görə də həm dediyim kimi təfəkkür edərək, təzəkkür edərək qəlb, yəni Allahın ələ bi zikrilləhi tatmainnul qulub fəmən a'rada an zikri fə innə ləhu məişətən dank deyə bir ayət var, deyilmi? Kim mənim zikrimdən üz döndərərsə ona keçim darlığı verərəm, qəlb huzursuzluğu verərəm, dank. Elə qəlblərdə zikirlə aram Bu da şeydir, məsəl üçün, bax, Quranın möhtəşəmliyidir. Məişətən dank. Yəni, səsi ilə o darlığı bildirir Quran-Kərim. Məişətən dankan. Onlara, yəni keçim darlığı, huzursuzluq verərəm. Yəni, nədən üz çevirən? Qurandan üz çevirəndən söhbət gedir. Allahın zikrindən üz çevirən. Yuqaran, klassiklərdən yenə bizə. Bir dənə də oxuyaq gözəl. Buyurun, Vaxtı gəldi, ona görə vaxtını oxuyaq. Hazırlamısınız? Kəramətül mər'i indallahi taqvahu. İnsanın əsas özəyi, gövhəri Allah qatında taqvasıdır. Taqva da nə deməkdir? Allahın əmr etdiklərini yerinə yetirmək, qadağan etdiklərindən də uzaq durmaqdır. Taqva çox gözəl İslamın gətirdiyi. Taqva sözünün, siz şərhşünassınız, çox gözəl bilirsiniz. Taqva sözü ittaqa demək, əslində aslandan qorunmaq deməkdir. Yəni, aslandan zarafat olmaz. Bunu da insan haramlardan da elə qaç ki, səni məhv edilməsin. İzə rəaytə nuyubul leysi barizətən fələ təzunnə ənnəl leysə yəbtəsim buyurmuş şair. Nə deməkdir? Aslanın dişlərini bariz görsən, zənn etmə ki, aslan təbəssüm edir. Aman, hə? Çox. İzə rəaytə nuyubul leysi, nuyub nə deməkdir? O parçalayan dişlər. Bəli, bəli. Leysdən aslanın bir adı, bərizətən, bariz, açılmış görərsənsə, fələ təzunnə ənnəl leysə yəbtəsim. Zənn etmə ki, aslan gülür. Yəni, onun üçün söylədim ki, yəni, aslandan qorumaq taqva deməkdir. Çox gözəl Quran-Kərim bir şeyin, kəlmənin fəlsəfəsini ona görə seçir. Məsələn, zəlalət nə deməkdir? Səhrada yolunu itirmək deməkdir. Səhrada yolunu itirən ölümünü gözləyir deməkdir. Vələ dalin bizi səhrada yolunu itirənlər kimi etmə ya Rabbi deyə. Hər sözün gözəl bir şeyi var Quran-Kərimdə. Ona görə Quran-Kərim möhtəşəmdir. Quran-Kərimin dəyəri biçilməzdir. Kəramətül mər'i indallahi taqvahu. Ləl məlu yərfəuhu qadran və ləl cahu. Heç vaxt insanın dəyərini qaldıran mal və cah-cəlal ad-san deyildir. Bunlar həqiqətən insanı dünyada aldanan xüsuslardır. Elədir. Maldır, insanı aldadan, qəlb huzurundan məhrum edən. Bax,
Huzursuzluğun əsas səbəbi də kimisi Lüynə Abdud Dinar, Lüynə Abdud Dirhəm Peyğəmbərimdə dinarın qulu, malın qulu lənətlənmişdir. Ki insanlar onu qəlbinə yerləşdirdiyi zaman, halbuki o yəni bir dəmirdir. O da şeytanın tələsi kimi. Tələsidir və onu qəlbinə yerləşin. Çünki bilin ki, qəlbinizə nəyi yerləşdirirsinizsə, o qədər axirətdən, Allahdan uzaqlaşırsınız. Nə qədər boşaldırsınızsa Allah sevgisini, axirət. Məsələn, bax, dünya və axirət sevgisi bir-birinin ziddidir, məsəl üçün. Dünyanı sevdiyin zaman axirət sevgisi alır. O Peyğəmbərimizə gəlirlər, deyirlər ki, ya Rasulullah, biz nə edirik, axirəti sevə bilmək? Deyirsən, dünyada nəyin var? Deyir, bağım var, bostanım var. Ged onu Allah rızası üçün sədəqə ver, görəcəksən. Gedib sədəqə verincə, axirət. Ona görə də daha rahatlaşdım. Dünyada nə əldə edirsənsə, bir tamah açılır qəlbində. O qəlb elə bir şeydir ki, haramı da onunla sevir. Biraz da daha çox istəyirsən. Bəli, qəlb. Kimlər dayana bilir? Vaxtımız bitir ancaq yenə də. Ariflər, Allah sevgisi, ondan qorunanlar, həqiqəti görənlər, yəni malı özü üçün amac deyil, arac ilə edinənlər. Yəni biz bu dünyada ana bətnindən gəldim məzara, bazara, bir parça bez alıb döndüm məzara. Ana bətnindən gəldim bazara, bir kəfən alıb döndün məzara. Qardaş, bunu bilmək lazımdır ki, bizim fəqirliyimiz əsl olandır. Maqamdır, mövqeyidir, puldur, maldır, dövlət. Bunlar bizim deyildir. Biz əmanətçiyik. O mənim, nə deyir Peyğəmbərimiz? Yəqul ibn Ədəm, məli, məli, məli. Adam övladı, malım var, malım var. Həlmi məlkə illə əkəltə fəəfnəytə, yedib sənin malından olan yeyib tükətdiyin və ləbistə fəəbləytə, geyinib çürütdüyün və təsaddaq da fəamdəytə. Sədəqə verib axirətə göndərdiyindən başqa bir malın mı var sənin? Əsla. Yoxdur. Allah razı olsun. Vələl məli yərfəu qadran vələcə və kullu mən əsərət dünya bi şəhvətihi. O kimsələr ki, dünyanın şəhvəti uğrunda hədər etdilər. O Ali İmran surəsinin 14-cü ayəti. Züyyinə linnəsi o bu şəhvət. Tudayyu uxrahu fi əyyam dünyahu. Bax, nə deyir? Axirətini dünyada bərbad edir. Zayidir. Tudayyu satır deyir. Uxrahu fi əyyam dünya. Qardaş, bunu bilmək lazım. Bax, biz burada qənimətdir. Bu dünyada gəlmişik, Allah anladırıq. Bu günümüz vaxtımız, bax, 40-50 yaşa gəlmişik. Bundan sonra, yəni, vaxtımızı qənimət bilib bu dünyada Allah rizasını əldə edəcək şeylər əldə etməliyik. Bir də gördüm ki, o Peyğəmbərimiz nə deyir? Ni'mətəl məqbunun fihmə kətirun minən-nəs, əs-sihhatu vəl-faraq. İki nimət var ki, insanlar bunda aldanmışlardır. Səhhət və də vaxt. Vaxtı nə qarsak geri ala bilmərik. Zaman. Qızılı da ala bilmərik. Lakin mən xafəl iləhə və raqabəhu. Ancaq kim Allahdan qorxarsa, qəlb sükunətini əldə edərsə, xuşusunu əldə edərsə və özünü müraqibə məqamında tutarsa, biz bunun son verilişdə, özünü hesaba çəkərsə və aşə fi xaşyətin və Allahdan qorxaraq yaşarsa, fənnəsu taxşahu, insanlar da ondan o imanı, xaşyəti alar, ətrafına enerji verər, nur verər. Güc verər. Qəlbdən gələn qəlbə. Müqəmməm, çox sağ olun. Sağ olun. Doymaq olmadı sizdən. Allah sizdən Xüsusi olaraq klassiklərdən hazırladığınız həqiqətən də bu mübarək kəlamlar insan qəlbini, insan ruhunu mənəvən rahatlayır və mənəvi rahatlığın təminat yollarını bugün inanıram ki, inamın işığında siz nigaran insanlara göstərə bildiniz o ünvanı. Var olun, Azərbaycan İlahiyyat İnstitutunda, İlahiyyat məscidində, inamın işığında, Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda, bu maarifləndirmə işində gəlin birlikdə neçə-neçə 10 illər Allahın izni, dövlətimizin himayəsi ilə bu xidməti göstərək. Təşəkkür edirəm Vüqar müəllim. Əziz və vəfalı sevərlər, diqqətinizə çatdırmaq istəyirəm ki, növbəti cümə Allahın sayəsində, qismətimizsə eyni saatda, eyni vaxtda yenilənən, sevilən, müasirləşən Space televiziyasında inananların, sevənlərin vəhdət verilişində, inamda yenidən görüşəcəyik. İndi isə dua anıdır. Ey aləmləri nizamla idarə edən Allahım, müqəddəs cümə gecəsində dualarımla, ilahi təslimiyyətimlə, könlümdən süzülüb gələn tövbələrimlə qapına gəldim. Ey sonu gəlməyən əbədi, sənə yalvarıram, xalqımıza iqtisadi,
mənəvi, fiziki rahatlıq ihsan elə. Hər birimizin sağlam canla, iman, təqva dolu, könül sahibliyi ilə ömrümüzü bərəkətləndir Allahım. Hər birimizi yalandan, qul haqqına girməkdən, nifaqdan, qeybətdən, iftiradan uzaq tut Allahım. Xalqımızın, dövlətimizin birlik və bərabərliyini, vəhdətini əbədi qərar ver. Quruda, havada, dənizdə, bu an sərhəddə bizi qoruyan Azərbaycan silahlı qüvvələrini özün qoru Allahım. Əziz və vəfalı inamsevərlər, hər birinizi Allaha əmanət edirəm. Allahın sayəsində qismətimizsə yenidən növbəti cümə görüşmək duaları ilə ayrılıram. Uca, əziz Rəbbimiz, canımız, can Azərbaycanımızı qorusun.